Bugün birinci istəyirəm təzə dərsə keçin. Bugün iki dərs keçəcəyik. Sifətlə say. Sifətdə asant mövzudur. Sayda asant mövzudur. Yəni onları bir-bir keçməyin belə deyim də. Adı yox. Ona görə birinci gəlin təzə dərsimizi keçək. İzah eləyim, testlərinə baxaq. Sonuncu dərsimiz ismi idi. Sonra ismə baxacağıq. Ekran paylaşımı eləyirəm. Birinci sifətlə başladım. Aha. Demək sifət nədir? Birinci sifətin tərifini deyirik. Hamımız bilirik. Əşyanın əlamət və keyfiyyətini bildirən əsaslı hissəsinə sifət deyirik. Elə buradan əlamət və keyfiyyət məsələsini izah eləmək istəyirəm. Əlamət nədir? Gözlə görə bildiklərimiz əlamətdir. Yəni gözlə görə bildiyimiz sifətlər bir növ ismin konkret və müzərrədliyinə bənzəyir. Gözlə görə bildiyimiz sifətlər əlamətdir. Xarakter və xasiyyətlə bağlı olan sifətlər isə nədir? Keyfiyyət. Sifətin üç sualı var. Necə, nə cür, hansı suallarla birinə nə edir, cavab verir. Sifətin xüsusiyyəti nədir? Sifət ismi aid olur. Necə, nə cür, hansı sualına cavab verir. Cümlədə təyin və xəbər vəzifəsini daşıyır. Hələ ki, o məsələyə gəlmək istəmirəm. Cümlə üzərində onu ayrıca keçəcəyik. Bir də nə? Sifətin üç dənə sualı dedik də, düzdürmü? Necə, nə cür, hansı? Bu necə ilə nə cürdə bir problemimiz yoxdur. Hansı ilə bağlı bir-iki məsələyə toxunmaq istəyirəm. Hansı sualını yalnız sifət bircə halda tələb eləyir. Ki və dakı ilə düzələn sifətlər yalnızca hansı sualına cavab verir. Ki, bir də dakı, dəki. İndi şəkilçilərdə bunu görəcəksiniz. Mən elə belə deyirəm. Məsələn, dünənki hadisə, hansı hadisə? Bayaqki məsələ, hansı məsələ? Evdəki söz, hansı, evdəki əşya, hansı əşya? Buna sadəcə hansı sualını nə edirik verə bilərik. Burada sifətin mənaca növləri var. Bunlar çox asaddır. Məsələn, rəng, dad, keyfiyyət. Keyfiyyətin üstündə qalmaq istəyirəm. Keyfiyyət bildirən sifətlər bayaqlarını dedim. Xarakter, xassiyyətlər. Yəni, xarakter görünə bilən bir şey deyil ki, insan xarakterini baxan kimi görsə, xeyr. Belə də yadda saxlaya bilərsiniz. Məsələn, deyir ya, o çox keyfiyyətsiz adamdır. Keyfiyyətsiz adam nədir? Yəni, xarakteri yoxdur da, keyfiyyətsizdir. Belə pisması deyir, bir köpüklü adam. Xassiyyət, xarakter, keyfiyyət. Yaxşı, çalışqan, pis, mərd, səmimi, ürək açıq, əl açıq, xəsis, paxıl, qısqanc. Bunlar keyfiyyət bildirən sifətlərdir. Yəni insan üzünə baxan kimi onu bilmirsən axı, bilsək nə dərdimiz, düzdürmü? Forma bildirənlər uzun, nazik, incə badamı, həcm, böyük, geniş, eni. Bunları tapmaq asandır. Burada əsas əlamətlə keyfiyyətlə baxmaq istəyirəm. Sifətin quruluşuna görə üç növ var. Eyni ilə isimdəki qayda. Ümumiyyətlə quruluş bütün hissələrində eynidir. Sadə, düzəltmə, mürəkkəb. Yenə sadə nədir? Yalnız kökdən və yaxud kök plus qrammatikdən. Qrammatiklə leksik şəkilsinin fərqini isimdə demişdim. Bir dənə üstündən keçək. Qrammatik sözün mənasını yox, formasını dəyişir. Leksik şəkilçi isə sözün mənasını dəyişir. Leksik şəkilçi yeni mənalı sözlər yaradır. Düzəltmə mürəkkəb isə iki və daha artıq sözün birləşməsi. İndi düzəltmə sifətlərə baxaq. Sifət düzəldən şəkilçilərimiz hansılardır? Şəkilçilərin hər birinə diqqət yetirəcəyik. Şəkilçiləri isimdə də demişdim. Əzbərləməyə ehtiyac yoxdur. Yəni əzbər şəkildə oturun, bütün sifət düzəldən şəkilçiləri, bütün isim düzəldən şəkilçiləri əzbərləyin. Əzbərdən daha çox məntiqimizi işə salırıq. Hər şəkilçiyə aid bir söz yadınızda saxlasaq yaxşı olar. Yəni şəkilçinin deyən kimi söz yadınızda salın. Bir də belə bir şey də eləyə bilərsiniz. Şəkilçi ilə söz arasında məntiqi tutmalısınız. Belə. İndi gəldik nəyə? Adlardan sifət düzəldən şəkilçilər hansılardır? L, li, lu, lü şəkilçisi, yağlı, duzlu, sulu, sonra rəngli, tərbiyəli, isimdən daha çox sifət düzəldir. Bir də nəyi deyək? Lili, luli həm də isim düzəldir. Məmmədli, qurbanlı, belə. Sizsiz, susuz. L ilə siz şəkilçisi bir-birinə antonim şəkilçisidir. Yağlı, yağsız.
Düzdür. Yağlı ilə yağsız antonim söz deyil, amma şəkilçi antonimdir. Gücsüz, duzsuz, sızsız demək olar ki, ancaq sifət düzəldir. Cılcıl, culcul var. Ölümcül, ölümdən ölümcül, kefdən kefcil. I, i, u, ü, bir də y var. Y orada bitişdiricidir. Narınc, narıncı, gümüş, gümüşü, armud, armudu. Bir də testlərdə görəcəksiniz, armudu sözü forma bildirir. Məsələn, deyirsən ki, armudu stəkan. Armudu stəkan. Deyir ki, bu sifətlərdən biri forma bildirir. Cavab armudu. Armudu sözü forma bildirir. Armuddan armudu, isimdən sifət düzəldir. Məsələn, armudu stəkan deyirik də. Sonra, yenə testlərə düşür sürməyi. Sürməyi sözü rəng bildirir. Və bəzən tələbələr bunda çaşırlar. Yenə bu testdə var. Sürməyi sözü deyir ki, nə əlaqə? Elə bir rəng varmı dilimizdə? Var. Məsələn, mən sizə tətbiq demişdim, ha, Azlex izahlı dilçilik. Ora yazın. Sürməyi qara ilə göyün qarışığı, miksi olan bir rəngdir də. Məsələn, bəzən rəng olur, nə qara deyə bilirsən, nə göy rəng deyə bilirsən. Tünd rəng deyir ya, indi də belə deyim də, dəbdə olan rənglərdən biridir. Bax, o sürməyi rəngdir. Sürməyi, qara ilə göyün arasındakı rəngə deyirlər. Məsələn, sürməyi kostyum, sürməyi rəng, sürməyi don, sürməyi parça belə. Sonra daçı dəki var. Dedik ki, daçı, bir də çi ilə düzələn sifətlər yalnızca hansı sualına cavab verir? Dünənki, bayaqki, sabahki. Sonra lıqliç, luqluç. Bu da sifət düzəldir. Məsələn, testə düşür, bu da görəcəksiniz. İldən illik. Məsələn, illik plan, necə plan? Aydan aylıq, aylıq məhsul, necə məhsul? Sonra keş var. Keş bir cürə yazılan leksik şəkilçidir. Cəfa keş, qayğı keş, zəhmət keş. Məsələn, cəfakeş insan, necə insan? Sonra dar şəkilçisi var. Əmək sözündən əməkdar. Əməkdar insan, necə insan? Kar şəkilçisi var. Təmiz sözündən təmizkar. Təmizkar insan, necə insan? Sonra İV şəkilçisi var. Elmdən elmi. Elmi konfrans, necə konfrans? İnqilabdan inqilabi. İnqilabi hadisə, necə hadisə? Dairə, dairəvi. Dairəvi meydan, necə meydan? Pərəz şəkilçisi var. Xəyal, pərəz. Şöhrət, pərəz. Pərvər var. Vətənpərvər. Vətənpərvər insan, necə insan? Xah şəkilçisi var. Xah bir cürə yazılan leksik şəkilçidir. Xeyirxah, bədxah. Ba şəkilçisi var. Baməzə. Sonra na var. Naxoş, namərd. Bunlar sözün önünə artırılan leksik şəkilçilərdir. Feildən sifət düzəldən şəkilçilər hansılardır? Ağan, əyən. Bir də feildən sifət düzəldən şəkilçilərin tərkibində daha çox q, ğ, ç hərfləri iştirak edir. Yəni yadda belə saxlaya bilərsiniz. Qaçdan qaçağan, ağladan ağlağan, güldən güləyən. Sonra ınc, inc, unc, unc bir də tək c var. Qorxmaqdan qorxunc, gülməkdən gülünc, iyrənməkdən iyrənc. Aq, əç, qı, çı var. Qorxmaqdan qorxaq, ürkməkdən ürkək, parlamaqdan parlaq. Mamə var. Mamə həm feildən isim düzəldir, həm də feildən sifət düzəldir. Məsələn, vurmaqdan vurma, feildən isim düzəldir. Vurmaqdan vurma, feildən sifət düzəldir.Ğıncın,ğuncun var. Azmaqdan azğın, süzməkdən süzgün, yormaqdan yorğun. Qınçın, qunçun var. Tutmaqdan tutqun, bitməkdən bitkin. Bir də bir şey deyim. Bax, bu ç və c deyə çaşdığınız sözlər var. Məsələn, düşünürsən ki, itki sözü görəsən, itki kimi yazılır, yoxsa itki kimi? Bitki, yoxsa bitki? Bitkin, yoxsa bitkin? Və ç və c deyə çaşdığınız sözlərdən sözün kökündəki sonuncu samir çardırsa ç'dır, zingirtlidirsə c ilə yazılır. Bitkin sözü. Bitmək sözündən yaranıbmı? T çardı deyənə ç ilə yazılacaq. Kəskin. Kəsmək sözündəndir də, düzdürmü? S kərsamitli deyənə ç ilə yazılacaq. Süzgün, düzdür. Deyə bilərsiniz ki, süzgün sözündə onun üstə saçılıb durub onu süzgün kimi yazası halımız yoxdur. Amma yəni z zingirtlidir deyənə c olur. Sonra qançən var. Çalışmaqdan çalışqan, dalaşmaqdan dalaşqan. Bir də nəyə deyim? Dalaşqan sözünün kökü dalamaq feilidir. Dala, dalaş, dalaşqan. Niyə? Çünki dalaşanda nə edirsən? Qarşındakı insan səni dalayır.
dalamaq, yəni gecikir də sənə. Dala, dalaş, dalaşqa. Sonra ar, ər, bir də r var. Gülməkdən gülər, gülər üz. Qaynamaqdan qaynar. Məsələn, qaynar su. Bax, qaynar sözü quruluşuna görə düzəltməlidir. Qaynadan qaynar. Oradakı r tək leksik şəkilçisidir. Icı, icı, ucu, üzü var. Məsələn, üzməkdən üzücü, üzücü hadisə. Nə bilim, qırmaqdan qırıcı, qırıcı təyyarə. Maz var, maz-məz. Məsələn, görünməkdən görünməz, görünməz qəza, necə qəza? Qanmaqdan qanmaz, qanmaz adam, necə adam? Sonra dinməkdən dinməz, dinməz adam, necə adam? Sonra I, i, u, ü var. Dolmaqdan dolu, dolu qab, necə qab? Sonra əri şəkilçisi var. Köçməkdən köçəri. Məsələn, ötməkdən ötəri, ötəri hisslər, necə hisslər? Köçməkdən köçəri, köçəri tayfa. Kəm şəkilçisi var. Ötmək sözündən ötkəm. Məsələn, ötkəm insan, necə insan? Caq şəkilçisi var. Məsələn, utanmaqdan utancaq, utancaq insan, necə insan? Can var. Yığmaqdan yığcam. Məsələn, yığcam hadisə, necə hadisə? Ri şəkilçisi var. Əyməkdən əyri. Əyri yol, necə yol? Ə var, tək ə var. Kəsməkdən kəsə, kəsə yol, necə yol? Sırğan cəm var. Qudurmaqdan qudurmaq, deyinməkdən deyincəm. Belə. Gəldik mürəkkəb sifətlərə. Mürəkkəb sifətlər isə iki cür yazılır. Bitişik və defslə. Baxın, testlərə düşə bilər ki, mürəkkəb sifətlər ayrıda yazıla bilir. Yanlışdır. Mürəkkəb sifətlər iki cür yazılır. Ya bitişik yazıla bilər, ya da defslə yazıla bilər. Ayrı yazıla bilməz. Dilimizdə ayrı yazılan mürəkkəb sifət yoxdur. İndi dedik ki, mürəkkəb sifətlər ən az iki sözün birləşməsindən yaranır. Birincisi, bitişik yazılan mürəkkəb sifətlər hansılar? İki sadə sözün birləşməsində yarananlar. Şirin dil, ağ saç, bəstə boy. Bax, fikir verirsinizmi? İki sözün birləşməsində yaranır. Sadə və düzəltmə sözün birləşməsi ilə yaranır. İsti qanlı. İsti sadədir, qandan qanlı düzəltmədir. Qara gözlü. Qara sadədir, gözdən gözlü düzəltmədir. Üç telli. Üç sadədir, teldən telli düzəltmədir. Hər iki tərəfi düzəltmə sözü ilə yarananlar var. Məsələn, açıq ürəkli. Açmaqdan açıq, ürəkdən ürəkli. Soyuq qanlı, soyudan soyuq, qandan qanlı. Hər iki tərəfi düzəltmə ola bilər. Sonra mənsubiyyət şəkilçili sözün iştirakı ilə yarananlar var. Üzü gülər və onun üzü, buradakı ü nədir? Mənsubiyyətdir. Stol üstü, stol üstündəki ü nədir? Mənsubiyyətdir. Qitələr arası, arasındakı ı nədir? Mənsubiyyətdir. Məsələn, qitələr arası ölçə. Qəlbi sınıq, onun qəlbi, i nədir? Mənsubiyyətdir. Alnı açıq, onun alnı nədir? Mənsubiyyətdir. A, ba bitişdiricisinin köməyi ilə yarananlar var. Məsələn, cürbəcür, növbənöv, rəng-bərəng. Məsələn, deyirsən ki, cürbəcür məhsullar, necə məhsullar? Növbənöv şirniyyatlar, necə şirniyyatlar? Belə. Bir də, amma A halları isə mürəkkəb isim yaranır. Vur-havur, qaça-qaz, köçə-köç. Məsələn, deyirsən ki, vur-havur düşdü, nə düşdü? Qaça-qaz başladı, nə başladı? Köçə-köç oldu, nə oldu? Belə də ola bilər, yəni. A hallar mürəkkəb isim yaradır. Sonra eyni sifətin təkrarla yarananlar var. Gözəl, gözəl, şirin, şirin, dadlı, dadlı. Yaxın mənnalı sifətlərin birləşməsində yarananlar var. Güllü, çiçəkli, gözəl. Məsələn, hər iki tərəfi düzəltmə orada. Güldən güllü, çiçəkdən çiçəkli. Əks mənalı sifətlərin birləşməsində yarananlar. Məsələn, böyüklü, kiçikli, ağlı, qaralı, irili, xırdalı. Biri və ya hər ikisi təklikdə işlənə bilməyən sözlərin birləşməsi. Məsələn, kələ-kötür, kötür ayrılıqda məna vermir ki, qara-qura, qura ayrılıqda məna vermir. Balaca-malaca, malaca ayrılıqda məna vermir. Qeyri sözü ilə yarananlar var. Qeyri-qəti, qeyri-qanuni, qeyri-müəyyən, qeyri ilə yazılan sözlərdə necə yazılacaq? Defislə yazılır. Sonra sifətin müqayisə dərəcələri. Sifətin üç müqayisə dərəcəsi. Adi, azaltma, bir də çoxaltma. Adi dərəcə, yəni adidir. Elə bir xüsusiyyəti yoxdur. Adi, adidir. Çoxaltma dərəcəsi isə iki üsulla düzəlir.
Morfoloji, bir də sintaktik. Çoxaltma dərəcəsi iki üsulla düzəlir. Morfoloji üsulla, bir də sintaktik üsulla. Morfoloji üsul nədir? Yəni şəkilçilərlə. Sintaktik üsul isə, yəni sözlərlə. Sintaktik sözü də s ilə yazılır, sözlər sözü də s ilə yazılır. Yadda belə saxlayın, sintaktik söz. Morfoloji üsul isə şəkilçilərlə. Azaltma dərəcəsinin şəkilçiləri, üzr istəyirəm. Çoxaltma şəkilçiləri sadəcə ədədini artırmaqdır. Xırdaca, zorbaca, körpəcə. Burada çoxsu çaşır. Elə bilir ki, xırdaca, zorbaca azaltma dərəcəsidir. Düzdür, məna onu andıra bilər. Amma xeyr. Burada məntiq nədir? Niyə bunu çoxaltma dərəcəsi götürürük? Deyirsən ki, məsələn, üzündə xırdaca xallar var. Xırdaca. Xırdadan xırdaca. Yəni halın nə qədər xırda olmağının dərəcəsini böyüdür. Yəni o hallar həddən artıq xırtmadır. Elə bil siz necədir? Kiçiltməni çoxaldır. Biraz əcaibdir, düzdürmü? Tərs mütənasibdir də. Kiçiltməni çoxaldır. Yəni o halların nə qədər xırda olmağının dərəcəsini çoxaldır. Ona görə o çoxaltmadır. Məsələn, deyirsən ki, beşikdə körpəcə uşaq yatır. Yəni, uşağın nə qədər körpə olmağının dərəcəsini uşaq həddən artıq körpədir. Və o körpə olmağının dərəcəsini nədir? Çoxaldır. Balaca söz amma adi dərəcədir, onu deyim. Sonra sifətin iki səsini əvvələ artırıb, m, p, r, s samitlərini əlavə etməklə. Tərtəmiz, sapsarı, dostdoğma, dümdüz, qoskoca, mıpırısı ilə. Bir də mıpırısı olanda vurğu adətən birə keçir. Bu vurğuda deyəcəm. Amma ağ sözü biraz fərqli yaradır. Ağ sözünü isə ap ünsürü artırmaqla düzəldir. Ağ, appaq. Ağın biraz çoxaltma dərəcəsi fərqli üsulla düzəlir. Sonra sintaktik üsulla, yəni sözlərlə s. Sifətin əvvəlinə ən, lap, daha, çox, olduqca ədədlərini artırmaqla ən gözəl, lap qəşəng, olduqca maraqlı, daha yaxşı, daha gözəl. Həqiqətən də çoxaldır da. Sonra zil və tünc sözlər, zil qara. Zil sözdən ayrı yazılır. Bunların yazılış tərzi bizə lazımdır. Zil qara, zil sözdən ayrı yazılır. Tünd qırmızı, tünd defsindən yazılır. Düm sözə bitişik yazılır. Düm ağ, düm qara. Düm bitişik, zil ayrı, tünd isə necə yazılacaq? Defsdə yazılacaq. Sonra balaca adi dərəcədir. Büsbütün zərfdir. Sonra bumbuz. İndi bir şey deyim. Bumbuz sözü siz çaşdıra bilər də. Arada mu var da. Gedək bunu çoxaltma dərəcəsi götürək. Bumbuz adi dərəcədir. Çünki orada düzdür arada mu var. Amma bu isim daxil. O sifətin mıpırısını gələk sifətə artırasan ki, dərəcə yaradasan da, düzdürmü? Orada diqqətli ol. Sonra qalsın bu hissələr. Azaltmanı başa salım, sonra bura gedəcək. Gəldik azaltmaya. Azaltma əlamət və keyfiyyətin dərəcədən az olduğunu bildirir. Bu da iki üsulla düzəlir. Morfoloji, bir də sintaktik. Yəni eyni məsələ, sözlər və şəkilçilərlə. Azaltma dərəcəsinin şəkilçiləri hansıdır? Şın, sarı şın, qara şın, sov ünsov, uzun sov, dəli sov. Sonra ünsov ümsövlə düzəlir. Ağ ağımsov, göy göyümsov. Imtılla düzəlir. Imtıl imtil, umtul ümtül. Göy göyümtül, boz bozumtul, ağ ağımtıl. Raq rəklə düzəlir. Yaxşı raq, gödərək. Yanızla düzəlir. Sarı yanız, qara yanız. Imtıraqla düzəlir. Sarımtıraq, ağımtıraq. Sintaktik üsul, yəni sözlərlə düzəlir. Məsələn, ala sözü ilə, ala çiy, ala yarımçıq. Bir də ala ilə olan sözlər defslə artırılır. Bir də nəyə diqqət? Ala sifətə qoşulmalıdır ki, dərəcə yaratsın. Məsələn, deyirsən ki, ala qaranlıq. Ala qaranlıqda qaranlıq isimdir deyənə. Bunu götürə bilmirsən. Açıq, açıq qırmızı, açıq da defsindən yazılır. Bir də nəyə deyim? Açığın da hər qoşulduğu söz, açığın hər qoşulduğu sözü durub diqqət edir. Məsələn, deyirsən ki, nə deyək?
Məsələn, açıq sarı. Bu azaltma dərəcəsi. Çünki sarı orada sifətdir. Düzdürmü? Bunu götürmək olar. Amma durub desən ki, məsələn, açıq, açığa nə deyə bilərik? Açıq ürək. Açıq ürək artıq dərəcə deyil ha. Çünki ürək orada isimdir. Yəni açığın qoşulduğu söz sifət olmalıdır. Təhər sözə bitişik yazılır. Sarı təhər, qırmızı təhər, boz təhər, göy təhər, belə. Sonra az, bir də kəm var. Kəm sözə bitişik yazılır. Kəm şirin, kəm turş, bitişik yazılır. Çünki şirinlə turş orada nədir? Sifətdir. Onun üçün. Sonra bir də az sözü var. Az şirin. Yəni az şirindir də, yəni çox şirin deyil mənasında belə. Gəldi sifətin isimləşməsinə. Sifət isimləşəndə özünə məxsus bir çox xüsusiyyətlər qazanır. Nəyə sifət isimləşəndə? Sifətin isimləşməyini biz isimdə görmüşdük. Yəni sifət ismin cəm, mənsubiyyət, hal şəkilçilərini qəbul edir. Sifət ismin sualına cavab verir, amma nitq səsi kimi yenə də sifət olaraq qalır. Bir də bir şey deyim. Sifət həmişə özündən sonra hansı nitq hissəsini istəyir? İsmi. Sifət isimləşəndə isə özündən sonra isim istəmir. Çünki zaten sifət isimləşib. Bir də özündən sonra ismi niyə istəsin ki? Məsələn, gəlin iki nümunə deyim. Deyirəm ki, igid oğullar mübarizəyə qalxdılar. Cümlədə sifəti tap sualım ver. İgid oğullar, necə oğullar? İgid sifətdir. Sifət də sifətin sualına cavab verdi. Burada bir problem yoxdur. Sifət sifətin sualına neynədir? Cavab verdi. Demək, burada isimləşmə yoxdur. İndi gəl igid oğullardakı igid sözünü isimləşdirirəm. Deyirəm ki, igidlər mübarizəyə qalxdılar. İgidlər mübarizəyə qalxdılar. Artıq bu cümlədə igid neynədir? İsimləşdi. Artıq burada sifət neynədir? İsimləşdi. İsimləşdi də, düzdürmü? Çünki sifət ismin lər şəkilçisini götürdü. Sifət özündən sonra ismin gəlməyini ləğv elədi. İgidlər mübarizəyə qalxdılar. Kim igidlər? Sifət isimləşəndə ismi sualına cavab verir. Özündən sonra ismin gəlməyini istəmir. Amma nitq hissəsi kimi. Məsələn, sual verir ki, igidlər mübarizəyə qalxdılar. Buradakı igidlər sözü nitq hissəsi kimi isimli sifət deyəcəksən sifətdir. İsimləşib, nə olsun ki, biz siz nəyə bənzəyir? Belə yadda saxlayın da. İnsan bir müddət nəyisə təsir altına düşür. İnsanıq da nəyisə elə bil özənirik, özümüzü kiməsə bənzətməyə çalışırıq, özümüz olmayan bir insan cildinə giririk, özümüzü onun kimi aparırıq. Var da elə insanlar. Amma insan sonda neyinir? Özünə qayıdır. Deyirsən ki, mən o deyiləm axı. Bu da ona bənzəyir də. Sifət bir müddət özünü isim kimi aparır. İsmin sualına cavab verir. Deyirsən, afsu, bir sifətdir. Amma bunun özlü nədir? Üzr istəyirəm. Bunun özlü nədir? Sifətdir də. İsim deyil. Bax, isimdə belə bir test var idi, yadınıza gələcək. Deyir ki, qorxaq gündə 100 dəfə ölər, igid bir dəfə ölər. Orada çoxunuz qorxaq sözünü isim götürmüşdünüz. Çünki cümlə içərisində sual vermişdiniz ki, kim qorxaq? Düzdürmü? Dediniz ki, hə, qorxaq burada ismin sualına cavab verir də. Kim ismin sualıdır? Yəqin bu isimdir. Xeyr, qorxaq orada sifətdir. Sifət orada isimləşib. Bir də bir şey. Sözün hansı nitq hissəsinə aid olduğunu bilmək istərsinizsə, cümlə içərisində sual vermirik. Cümlə içərisində verdiyimiz sual tamamilə yanlış bir şeydir. Bizi tamamilə yanlış bir mövqeyə aparır. Nə etməliyik? Sifətin isimləşdiyini bilmək üçün sifətə ayrılıqda üzr istəyirəm. Sözün hansı nitq hissəsinə aid olduğunu bilmək istəyirsiniz. Cümlənin içərisindən çıxırsan, ayrılıqda sual verirsən. Məsələn, qorxaq. Qorxaq necə? Qorxaq kim deyə bilmirsən ki, ayrılıqda. Qorxaq necə? Və ya belə də eləyə bilərsən. Cümlənin sonunda işlədib, sonuna dırdır artıra bilərsən. Bu da bir üsuldur. Məsələn, qardaşım qorxaqdır. Necədir? Qardaşım qorxaqdır. Necədir? Görürsən, sifətin sualına cavab verdi. Yəni belə. Amma cümlə içərisində sual verməyin, bu sözü biraz orada yeyə bilər, yanlış mövqeyə sizi apara bilər.
İndi burada nə idi? Bunların işimiz bitdi. İndi burada bax bir-iki məsələ var. Sifətin azaltma dərəcəsini bildik. Dedik ki, kəmdə sifətin azaltma dərəcəsini yaradır. Kəm şirin, kəm turş və s. Belə. Amma bir də görəcəksiniz ki, testdə qarşınıza belə sözlər də çıxacaq. Kəm ağıl, kəm savad, kəm beyin, kəm hövsələ, kəm fürsət. Siz də kəmi görən kimi indi insanlıqda deyir ki, "Vəso, bu azaltma dərəcəli sifətdir." Vəso. Amma kəm gərək sifətə qoşulsun ki, dərəcə yaratsın da bu yazıq. Kəmbeyin sözündəki beyin isimdir. Məsələn, kəmağıl deyirik, deyirik kəmağıl insandır. Pardon. Orada kəmin qoşulduğu ağıl isimdir. Demək, kəmağıl azaltma dərəcəli sifət deyil axı. Kəm gərək sifətə qoşulsun ki, dərəcə yaratsın. Yəni, o tipli sözlərdə nə edirik? Diqqətli olun. Sonra, bəniz nə deməkdir? Üz deməkdir. Bəniz sözünün mənası nədir? Üzdür də, düzdürmü? Bəniz üz deməkdir. Ağbəniz nə deməkdir? Ağ üz deməkdir. Qarabəniz nə deməkdir? Qara üz deməkdir. Yəni, testlərdə ağbəniz, qarabəniz sözünü çox zaman bilmirəm niyə tələbələr azaltma dərəcəli sifət kimi düşünürlər. Təbii ki, yanlışdır. Bəniz üz deməkdir. Ağbəniz ağ üz deməkdir. Qarabəniz qara üz deməkdir. Yəni mürəkkəb sözdür. İki sözün birləşməsinə ağ ağdır, bənizdə üzdür. Qara qaradır, bənizdə üz deməkdir. Yəni bu kimi sözlərdə də nəyirik? Diqqətli olur. Belə. Bir də nəyi? Alabula adi dərəcədir. Çünki yenə eyni məsələ. Allah sifətə qoşulmalıdır ki, dərəcə yaratsın da, düzdürmü? Axı alabula sözündə bula sifət deyil. Alabula adi dərəcədir. Sonra alagöz. Orada da eyni məsələdir. Göz isimdir. Orada alagöz azaltma dərəcəli sifət deyil. Çünki ala sifətə qoşulmayıb. Baxın. Yəni diqqət edəcəyiniz məqam nədir? Bu sözlər kəmdir, zildir, tündür, açıqdır, aladır. Bunlar tündür. Bunlar sifətə qoşulmalıdır ki, dərəcə yarada bilsin. Eyni ilə kəmin özü də ora aid. Bu belə. İndi isə gəlin bunun hərəmiz bir testinə baxaq. Bircə saniyə əsas hissələrinə toxunaq. Getdik. Bircə saniyə qısalını açaq. Afətlə başlayırıq. Afət səs aça bilirikmi? Afət səs aça bilirsinizmi? Afət səs aça bilmir. Tamam. Buzun kullanıcısı kimdir burada? Bax, adınızı deyin də mənə necə qeydiyyatdan keçirmisinizsə. Sonra mən tapamıram. Salam müəllimə. Salam. Lamiyə. Lamiyə də adım. Lamiyə. Tamam Tamam. Lamiyə. Əla. Lamiyə getdik sizdən. Demək Lamiyə buradan bir dənə maraqlı testlərdən birinə baxaq. Görürsən. Aha, bu qəşəngdir. Lamiyə test imtahana da düşüb, ona görə buna baxırıq. 18-ə baxaq Lamiyə. Bu testi salmışdılar. 18. Evet. Mürəkkəb sifətlərdən biri mənsubiyyət şaşırtısının Rahat köməyi ilə sal. düzəlmişdir. Hı -hı. Uzun saçlı, Yox, saçlı sözündə mənsubiyyət yox, o saçdan saçlı, isimdən sifət yaranır. Yox. Mənsubiyyət şəkilçisi olmalıdır. Bayaqlan buna aid nümunələr dedim ya Lamiyə. bilmədim müəllimə. Hı -hı. Hı. Bax Lamiyə, burada Dedi müəllimə. Y-yə baxaq. Bəli. Bax, Lamiyə, şəhərlər arası. Bax, arasındakı I nədir? Mənsubiyyət. Elə bil ki, bu şəhərlərin arasıdır da. Şəhərlər orada qeyri-müəyyən yerlikdir. Arasındakı I nədir? Mənsubiyyət. Bax, bölük bölük. Mənsubiyyət yoxdur. Böldən bölük. Hazır cavab. İki sözün birləşməsi. Tək hecalı, tək hecalı, heç nə yoxdur. Uzun saçlı. Amma şəhərlər arası. Arasındakı I nədir? Üçüncü şəxsin təkinin mənsubiyyəti. Yəni şəhərlərin arası. Qeyri-müəyyən yerlik aldı da arası oldu. Ona görə. Suzannadan gedirik. Hı -hı. Suzanna, bax burada bunu bayaqdan dedik, amma testdə də düşüb. 20-yə baxaq Suzanna. 20. Bir dəqiqə. Hı. Şimdi mənə qrupundan kənara çıxır. Ya sürməyi, ya bənövşəyi müəllimə deyə düşünürəm.
Hı. Yəqin ki, B. B nədir orada? Yox. Bayaqlam izah elədim ya Suzanna. Burada cavab nədir? C. Armudu. Niyə? Bax Suzanna. Burada Hı hamısı -hı. rəng bildirir. Bənövşəyi, şaba, innabı deyilən bir rəng var. İnnabı bilsiz nədir uşaqlar? İnnab rəngində olan o da rəngdir. Sürməyi də rəngdir. Sürmədən sürməyi. Amma armudu sözü isə rəng deyil. Armudun növü formadır. Məsələn, armudu Hı. stəkan, armuddan armudu. İsimdən nə düzəltdi? Sifət düzəltdi. Ona görə Başa 27 düşdüm cavabı mən. nədir? C variantıdır. Aha, Başa düşdüm. Çox sağ aha. Buyurun. Getdik, davam edirik. Sayatla davam edirik. Bəli, müəllim. Aha, bir saniyə. Burada bir burada Sayat 26-ya baxaq. 26 Hı söz. -hı. Gümüş B. Ay sağ ol. Gümüş qolluq. Bəli. Bax, bunu öncə isimdə demişdim. Bu material bildirən sözlər var ha. Gümüş qolbaq, qızıl saat, qızıl payız, dəmir darvaza, asfalt İsimdə olur. yol, saxsı qab. Bunlar necə sualına cavab verib bizi çaşdıra bilərlər. Məsələn deyirsən ki, gümüş qolbaq, necə qolbaq? Qızıl saat, necə saat? Dəri çanta, necə çanta? Amma ayrılıqda işlədəndə nə Bəli. sualına cavab Ay verdiyinə sağ görə isim ol. sayılır. Bəli, necə bunların təyin kimi sualdır. Amma bunlar nitq hissəsi kimi nədir? İsimdir. Bir də yenə də deyirəm, birləşmə daxilində yox, ayrılıqda sual verin. Məsələn, gümüş nə? Aylıqda gümüşə nə deyirsən də, necə demirsən ki, və ya belə denən, qolbağım gümüşdəndir. Nədəndir? Nədəndir ismin sualdır. Bu da bir üsuldur. Fərmandan getdik. Fərman 27-yə Bəli, baxaq bir müəllim. dənə. Buyurun, bunu izah eləyəcəm niyə? C variantı olur müəllim. Qəşəng, düz fərman. Düz. Əzməkdən əzgin. Sönməkdən sönük. Qışala qızdırıcı sözü sifətdir. Bunu istəyirsə qeyd eləyin. Qızdırıcıda çoxsu çaşır. Bunu plitə mənasında bilirlər. Yemək qızdırılan, yemək deyim də belə deyim. O qızdırıcı xeyr, bu sifətdir. Lüğətdə sifətdir. Burada bax B ilə Y də bizi çaşdıra bilər. Fərman düz cavab verdi. Təşəkkürlər Fərman. B ilə Y-də bəzən tələbələr çaşırlar. İndi Fərman çaşmadı, amma çaşa bilərsiniz də. B ilə Y-ni də izah eləyim. Məsələn, deyiləcək söz, necə söz? Görəcəyim mənzərə, hansı mənzərə? Alnası, nə bilim, alnası ərzaq, necə ərzaq? Y-yə bax. Danışan adam, necə adam? Baxdığım yer, necə yer? Yazılmış məktub, necə məktub? B ilə Y də sizi çaşdıra bilər. Düzdür, cavab C-dir. B ilə Y-də çünki sifətin sualına cavab verir, özündən sonra isim istəyir. Sual verə bilərsiniz ki, niyə B ilə Y deyil ki, onlar da bənzəyir də sifətin xüsusiyyətinə. Y-dəki feili sifət deyil, Bəli. anlam sökültüsü. B ilə Y variantı feili Bir də sifət. feili bağlamadır. B-dəki də feili Yox, bağlama. B də feili sifətdir. Asıl, Deyiləcək. Hə, hə, hamısı əziz. feil. Hə, B-yə hər ikisi feili sifətdir. Hər ikisi feili sifətdir. Bunları necə ayırarsan? Feili sifəti inkarda işlədə bilirsən. Çünki feili sifətdə feilin xüsusiyyəti var axı, amma sifəti yox. Deyiləcək, deyilməyəcək, alınası, alınmayası, danışan, danışmayan, baxdığın, baxmadığın. Belə ayıra bilərsiniz. Və indi eyni ilə bu testə uyğun Əzzədən gedirik. Əzzə Müəllim, bir 29 dənə də sual verə buyur bilərəmmi? Fərman. Buyur. O bənövşəyi, sürməyi kimi sözlər var. Onlar Aha, güzel. düzəltmə sayılır yoxsa Düzelt, sadə? düzeltme. Bənövşə, bənövşəyi, sürmə, sürməyi. Orada yer şəkilçisi var ha. O idi də. Hı. Y orada bitişdiricidir. İ şəkilçisi ilə düzəlmiş, isimdən düzəlmiş sifətdir. Düzelt. Aha, çox sağ olun. Buyurun. Əziz 29-a baxaq. Tamam. Bax, İndi fərman testindəki məsələdir. C variantıdır. C yox. Görüləcək, görülməyəcək. İnkarda işlədə bildik. Ha. Hı. Bizə lazımdır ki, inkarda işlədə bilməyək. Y. Bax, burada nə olar? Əzizə, B. Bax, güldən güləyən, ağan əyən, azmaqdan azğın, hın, coşmaqdan coşqun. B. Bax,
C-də görüləcək, görülməyəcək. İnkarda işlədə bildinmi fe'li sifətdir. D-də baxılası, baxılmayası fe'li sifət. Y-də yazılası, yazılmayası fe'li sifətdir. İnkarda işlədə bilirsənsə fe'li sifətdir, həmin sözü. Bunu bilsiz niyə? Fe'li sifəti keçəndə zaten biləcəksiniz. Hələ ki, müvəqqəti ayırmaq üçün deyirəm. Çünki testlərin içində var, çaşa bilərsiniz deyə. Rənadan gedək. Bir saniyə. Bu da qəşəngdir. Rəna 42-yə baxaq. Tamam müəllim. Tamam. Quruluq. Qəşəng. Çox sağ ol. Cavab C-dir. Bəli. İzah edeyim. Rəna düz cavab verdi. Sağ ol. Quru Sağ söz ol. həm sifət olur, quru meyvə, necə meyvə, həm də quru fel olur. Məsələn, paltar qurudur. Burada luq şəkilçisi var. Bunu qeyd edeyim. Bu bizə çox lazım olacaq. Lıqliç, luqluq şəkilçisi heç bir zaman, heç bir halda feillərin üzərinə artırılmır. Bu sözü də ya sifətdir, ya feildir. C variantın düzdür. Deyə bilərsiniz ki, mənasına görə ayırıram. Amma elə sözlər var ki, ayıra bilməyəcəksiniz. Test işlədikcə qarşınıza çıxacaq. Siz sadəcə bir dənə qayda kimi qırağa qeyd edin ki, luq şəkilçisi, lıqliç, luqluq feillərin üzərinə artırılmır. Bu bizim köməyimizə gələcək bu məsələ. Belə, getdik. Yenə davam edirik. Mayadan gedirik. Bu da qəşəngdir Maya. Maya 43-ə baxaq. Bunun qaydası var, izah edəcəm. Bunlardan birinin kökü sifətdir. Düzgün deyil. Düzdürməkdə deyil. Hı. Ya düzülüşdü, ya da düzəlmək. Demək, diqqət eləyək. 43-ün cavabı nədir burada? Ad. İzah eləyirəm. Bu qaydanı izah edirəm. İndi buna 2-3 dənə test işləyəcəyik. Demək, testə düşən ən çox 2 söz var. Testlərdə qarşınıza test çıxacaq. Sınaqlarda falan görəcəksiniz. Düz və sıx. Düz, bir də sıx. Bu 2 söz, düz və sıx sözü. Həm sifət olur, həm də feil kimi işlənir. Məsələn, düz yer, necə yer? Sıx meşə, necə meşə? Kitabı rəfə düz, net düz, feil. Limonu sıx, feil. Gördünüzmü? Düz və sıx. Sifət də ola bilər, feil də ola bilər. Bunların kökünün sifət və ya feil olduğunu necə ayırd eləyərik? Düz və sıxdan sonra gələn şəkilçi. 2 cürə yazılan şəkilçidirsə, düzlə sıxdan sonra gələn şəkilçi 2 cürə yazdırsa, düz və sıx orada nədir? Sifətdir. Yox, əgər düz və sıxdan sonra gələn şəkilçi 4 cürə yazılırsa, 4 cürə yazılan şəkilçidirsə, düz və sıx orada nədir? Feildir. Bir daha deyirəm, düz və sıxdan sonra gələn şəkilçi 2 cürə yazılıbsa sifət olur, 4 cürə yazılıbsa nə olur? Feil olur. Məsələn, düzdür. Bax, düzdür sözündə dür şəkilçisi 4 cür yazılır. Dır, dir, dur, dür. Demək, düz orada nədir? Feildir. Çünki düzdür 4 cürə yazılır. Və ya, məsələn, deyirsən ki, düzüm. Im, ün neçə cürə yazdır? 4 cürə. Demək, oradakı düz nədir? Feildir. Deyirsən ki, düzlən. Lan, lən neçə cür yazdır? 2 cür. Demək, oradakı düz nədir? Sifət. İndi sıxa keçirəm. Sıxıl. Il neçə cürə yazılan şəkilsidir? 4 cürdür də, düzdürmü? Il, il, ul, ül. Demək, oradakı sıx nədir? Feil. Deyirsən ki, sıxıcı. Icı neçə cür yazılır? 4 cürə. Demək, oradakı sıx nədir? Feil. Deyirsən ki, sıxlaş. Laşlaş neçə cür yazılır? 2 cür. Demək, oradakı sıx nədir? Sifət. Özündən sonra gələn şəkilçi 4 cürə yazılırsa feildir, 2 cürə yazılırsa sifət. İndi bu qaydaya əsasən Maya cavab nə olar?
Maya. Kökü sifətdir deyilsə, özündən sonra gələn şəkilsi iki cürə yazılmalıdır. Cavab onda nə olar? Onda düzəlmək olur. Bəli. Çünki Allah neçə cür yazır? İki cür. Çoxunuz beydə çaşırsınız. Düzgün sözünün kökünü 90% adam sifət götürür. Sözün kökü feildir. Düzmək feilidir. Çünki oradakı gün var ha. Gün şəkilçisi dörd cürə yazılır da. Kəskin, düzgün. Gıngin, gün daha doğrusu. Gıngin, gündür. Bu şəkilçi feildən sifət düzəldir. Düzdürmü? Düzdür. Ona görə həm də gün dörd cürə yazılır. Həm də düzdür, əlaqə çox da güclü deyil. Əlaqə belədir də. Nəysə düzgün düzmək. Məsələn, kitabı, rəfə, düzgün düz. Düzməkdən düzgün, feildən sifət. Ona görə cavab burada nədir? B variantı. İndi burada mən bir dənə test açacağam. Hər kəs testə baxacaq. Cavabını komment hissəsinə yazacaq da buradan, şey hissəsinə, nə hissəsinə. Yaxşımı? Yəni hər kəs cavabı orada qeyd eləyəcək. Bir də saniyə gözləyim. Mən bir dənə test açım. Həmin bu qaydaya əsasən bir-iki dənə əsas testimiz var ki, imtahana da düşür bu qayda, ona görə. Getdik. Birincisi qapalı suallardan keçək, sonra buna gedərəm. Aha, 26-cı testi. Hər kəs çat hissəsinə yazsın cavabı. Dediyim qaydadan əsasən 26-cı testi. Hər kəs çat hissəsinə yazsın. Testə baxın, sonra cavab. Hər kəs yazsın. 9 dənə cavab olmalı. Dediyim qaydadan yola çıxın. Bayaqlar izah elədiyim məsələdən. Və o qaydanda dəftərinizə qeyd edin, ha. Onu da qeyd edin, yəni. Lazımdır bizə o şey. Qabağımıza tez-tez çıxacaq o məsələ. Səkkiz. Bir nəfər də yazsın. Bir nəfər kimdir? Aha, getdik. Demək, burada cavab nə olacaq? Subdənə baxım cavaba. Aha, tamam. Birini yazmışsınız. Y yazanlar təşəkkürlər. Cavab Y-dir. Bəli. Niyə? Bax, çox indi izah elədim. Sıxıntı. Intı neçə cürə yazılan şəkilçidir? Intı, 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 intı. 4 cürə. Şəkilçi 4 cürə yazılıbsa, sıx orada nədir? Fil. Sıxlaş. Laş neçə cürə yazılır? 2 cür. Demək, sıx orada nədir? Sifətdir. Feil, sifət, o deyilir Y variantı. 27-ci testə baxaq. 27-yə baxmayaq. Orada bir məsələ var. İndi onu izah edəcəm. 27-yə elə ki, baxmırıq. Getdik. 41-ci testə baxaq bir dənə. Sıx feilinə feil. Hansı şəkilçiləri artırmaqla eyni köklü sözlər yaratmaq olar? Feil deyirsəm, neynəməlisiniz? Nəyi seçməlisiniz? Açıq sual deyil, 41. Yazırsınız cavablar uşaqlar 41-ci testdə. Müəllimə, hər vaxtınız xeyir olsun. Məndə komment bölməsinə daxil olmaq olmur niyəsə. Yəni nə qədər eləyirəm açılmır. Eybi yox, Rav. Olmursa Olmur. siz WhatsApp-da yazın. WhatsApp-da yazın. Olmursa, olur bəzən tələbələrdə olur. WhatsApp-da yazın. Siz mənə WhatsApp-da yazın burada. Eybi yox. Gələn dəfə baxarsınız. Eybi yox, indi yazın. Heç nə olmaz. Sıx feilini hansı şəkilçiləri artırmaqla yeni köklü sözlər yaratmaq olar. Feil deyirsə əgər, cavab nə olacaq burada? Gəlin cavablara baxaq. Bəli. 1, 3, 4 yazanların cavabı düz. Cavab 1, 3, 4-də. Uşaqlar, 2 niyə deyil izah edəcəm onu. Uşaqlar,
Əslində qalsa ikini də dedim ha bayaqlan. Quruluq məsələsində onu da dedim. Diqqətli olanlar oradan tutublar məsələni. Ha, sıx feili deyirsə, feil deyil də, düzdürmü? Dedim. Şəkilçi neçə cür yazılmalıdır? 4 cürə. Sıxdan sonra gələn şəkilçi 4 cürə yazılmalıdır ki, sıx feil olsun. Demək cavab götürəcəksən. 1-i, 3-ü, bir də 4-ü. Laşləş 2 cürə yazdıq. O sifətdir. Lıqliçi niyə götürmürük? Bayaqlarım Rənoxdur da səhvləmirəmsə, quruluq sözündə. Lıqliç şəkilçisi heç bir zaman feillərin üzərinə artırılmır. Yəni istisna bir şəkilçidir ki, 4 sürə yazılan şəkilçi olsa da, lıq feillərin üzərinə artırılır. Heç bir zaman. Heç bir zaman. Yəni sıxlıq sözündəki sıx sifətdir. Lıq ismin üzərinə artırılır, sifətə artırılır, saya artırılır, əvəzliyə, zərfə, amma feilə neynir? Artırılmır. Ona görə cavab eləyəcək 1, 3, 4. İndi 42-ci testdə buyurun. Eyni məsələdir. 42-ci testdə də baxın. Yenə 42-ci test komment hissəsində yazın. İndi tərsinə deyir. Sıx sifətinə deyir. Sifət deyirsə, nəyi seçməliyik? Tərsini seçməliyik. Hər kəs yazsın cavabı. Müəllim 43-cü sualı deyirdiniz elə? 42, 42. Oh, bildim. Sıx sifətinə hansı şəkilçiləri artırmaqla? Demək, sifət deyirsə, cavab burada nə olacaq? 2 dənə cavab çıxacaq burada. 7 saniyə görə nə yazmışsınız? 42-yə. Hə, özüm deyirsə, böyük Rəno. Bəli, təşəkkürlər. Cavab 2-5-dir. Bəli, 2-5-dir. Lıq, çünki sifətin üzərinə artırılır, feil üzərinə artırılmır. 2. Laşlaşdakı 2 üzrə yazıldığı üçün 2 və 5. Təşəkkürlər. Düzdür, bəli. İndi getdik bu birisi dərsimizə. Bu qaydanı çünki buradan mütləq dərəcədə baxmalıydıq. Bizə lazımdır. Qəşəng, düz. Rauf, sizinlə davam edirik. Çünki sıra sizdə idi, Rauf. Səs aça bilirsinizmi? Aha, getdik. Demək, 75-ci testə baxaq, Rauf. Buyurun. Feildən düzələn sifətləri müəyyən edin. Qorxmaqdan qorxaq. Bəli, qorxaq sözü sifətdir. Düz. Parlamaq, parlaq, parlamaq. Dirəkdən, dirək, döşək, döşək. Rauf, Qoruq. səsinizi eşitmirəm. Bir də zəhmət olmasa dərsdən danışa bilərsiniz. Tamam, bir dəqiqə. Parlamaq. Parlamaq feildir. Bəli, parlaq, məsələn, işıq, necə işıq? Dirmək, dirək, dirəkdən olmaz. Döşək, döşək. Qoruq. Qoruq. Qoruq isimdir də, çox güman ki, Bəli, qoruq. qorumaqdan qoruq, qoruq feildən düzələn isimdir. Düzdür. Qorumaqdan qoru. Qoru nə et feil, qoruq nə isim? Düzdür. Demək, 1-i götürərik, Rauf, 3-ü götürərik, bir də hansını götürərik? 4-ü, yoxsa, yox. Qoruq isimdir, yox. Qoruq isimdir. Hə, onu özüm dedim. 1, 3, bir də qanuna qoyarıq 5-i. Ürkək. Biri. Ürkməkdən ürkək. Məsələn, ürkək at, necə at? Feildən düzələn sifətdir də, ürk feildir, ürkək necə sifətdir? Feildən düzələn sifətdir. Döşəməkdən döşək isim, qoruq nə isim, dirək nə isim. Raf 77-yə də baxaq. Buyurun. Hansılar sifətdir? Mhm. Məlum, məlum, məlum. Saxsı, saxsı bu, necə bu? Saxsı. 2. Saxsı, yox. Material bildirən sözlər nə idi? Saxsı. Hə, deyil. şimdi, hə, İsim. başa düşdüm, necə? Hı. Bulğun.
Onda 3, biri dolğun. Dolğun, bəli, dolğun rənglər, necə rənglər? Düz, təbii ki. 3 götür 3-ü. İşlənmiş. 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 İşlənmiş feil sifətdir. Çünki işlənmiş, işlənməmiş. Feil sifəti inkarda işlədə bilərik. Dəqiq. Necə dəqiq? Dəqiq ola bilər. Dəqiq. Tez. Nə tez? Tez. Tez amma zaman. zərfdir. Onu götürə bilərik. Bir də biri götürə bilərik. Məlum hadisə, necə hadisə? 1. Hı hı. Məlum hadisə. 1, 3, bir də 5. 3, 5. Davam eləyək. Necə saniyə? Oxumayan qaldı mı testi? Afət oxumadı bir dənə. Afət də səs aça bilmiş, səhv eləmirəmsə. Düzdürmü? Aha. Getdik. Gəlin sifəti müqayisə dərəcələrinə də oradan buradan baxaq. Sifəti müqayisə Rənadan gedirik. Rəna 6-ya baxaq. Müqayisədə 6 Rəna. Rəna səs aça. 6. Yani Hansı cümlədəki sifət çoxaltma dərəcəsindədir? Rəna ona baxacağıq. A bende göğünüzü tertemiz, Bəli, tertemiz bu pırısı ilə. çoxaltmadı. Rəna, bu pırısı ilə düzələn sifətlər morfoloji üsul sayılır yoxsa sintaktik? Morfoloji. Ay, sağ ol. Düzdür, bəli. Suzannadan gedirik. Suzanna 7-yə baxaq. Suzanna səs aça bilirsənmi? Suzanna səs aça bilmir. Tamam. Rafdan gedirik. Raf 7-yə baxaq. Hansı cümlədə sifət çoxaltma dərəcəsində orasını oxuyaq. Günəşli gündüzlər səsgər olsun. Günəşli gündüzlər. Bu il yaz tez gəldiyindən Aha, Raf, baxın 2-yə baxaq. Deyir, bu il yaz tez gəldiyindən ağaclar yamyaşıl yarpaqlarla örtülmüşdür. Yamyaşıl. Bu ilə düzəlib də, düzdürmü? İkini götürə bilərik. Sonra Yamyaşıl. Günəş səhər yumşaq olmaz. Sabah ən əziz bir gün olmalı. Müəllim, orada da ən sintaktik üsuldur deyə, yoxsa? bəli. Biri 2, yamyaşıl. Bir dörtdür də. 4, ən əziz. Dedi ya, sifətin əvvəlinə nə artırırdı? Ən, lap, daha, çox olduqca. Ən gözəl, lap qəşəng, olduqca maraqlı, daha yaxşı. Ay sol. Üstdəki sarımtılı azaltmadır. Birdəki günəşindəki adidir. Onu da başın buraxırıq. O da iş bizə lazımdır. Düzdür bə. Sayatdan gedirik. Demək, Bəli. bizi saniyə. Aha, sayat. Burada 15-ci testə baxaq. Məntiqə artırılmışdı. 15. Düm qaradırsa çoxaltma Ay, dərəcəsi. sağ. Çoxaltma. Bənövşəyi təhər. Təhər azaltma idi. Deməli, Ay, çoxaltma, azaltma, uzun saçlı adi. Ay, sağ. Tünd qırmızı çoxaltma, ala yarımçıq azaltma. Deməli, biz adi dərəcədə olanı Ay, tapmalıyıq. sağ. Mən variantlar görünmür amma. Bu Biraz ilk variantları əsəbləşdim. bu eləmişim. Hə. Onda da olar. Deməli, xırdaca deyil, möhkəm. Ay, sağ. Bəli, ardıcılıqla gedən tapmalıyıq. Düzdür, bəli. Afətdən də var. Afət səs aça bilirsiniz. İndi Afət yəqin ki, bu gün səs aça bilmir. Fərmanla gedək. Fərman 18-ə baxaq. Baxaq buyurun. Hər üçün aid nümunə var. A variantı olur müəllim? Bəli, qara adi, qıpqırmızı çoxaltma, sarımtılı isə azaltma. Hı hı. Düzdür, bəli, düzdür. Aha, düzdür. Əzzədən gedirik. Demək, əzzə. Sifətin isim kimi işlənə bilməsində 4-ə baxaq, əzzə.
İsim İsim xüsusiyyətlərini xüsusiyyətlərini daşıyır. daşıyan sifət hansı cümlədə işlənmişdir? V. Ay sağ ol. Su kiçiyindir, yol böyüyündür. Kiçiyindir, kimindir? Yol kimindir? Böyüyündür. Kiçiklə böyük nədir? Kimin sualına cavab verir? Düzdür, bəli. Düzdür. Lamiyə ilə gedirik. Lamiyə 12-yə baxaq. Sifətlərdən birinin yazılışında səhvə yol verilmişdir. Hı. S müəllimə. Yox, açıq defislə də elə lamiyə. Yox. Hə, Açıq defislə də səhvi tapmalıyıq. qara təhər, qara təhər. Ay sağ ol. Tər beş sözü yazılmalı. bitişik düzdür. Bəli. Lamiyə sən deyirsən baxmamısan testə. Lamiyə ona da baxaq. Birinə də ona da bax. Bəli, müəllimə baxmamışam Hə, testə. ona baxaq. Yox, yazılmış sifət müəyyəni. Köz, solğun, sözcüğün. Müəllimə A. Ay sağ ol. Küskün yox, olmalıydı küskün. Bəli, Bəli. qəşəng. Çox xoş söz. Sıçardı deyənə çi ilə Alman yazılmalı. örnəci bu. Bəli. Bax kəskin sözü düzdür. Sıçardı deyənə çıdır. Əzgin düzdür. Solğun düzdür. Ay sağ ol. Düzdür. Bəli. Raf da deyəsən az baxaq. Düzdürmü? Raf 15-ə baxaq. Mən heç baxmamışam əslində qalsa. Baxmamısınız? Yox. Vaxtım olmuyor buna. Yox, Yeni Raf baxdım. yox. Bizə saniyə fərman dedim. Raf siz baxmısınız axı testlərə? Bu testlərə, yəni baxmamışam hələ testlərə mən. Yox, ümumiyyətlə oxumaq bayaqdan barəsində oxumaq üçün, deyirsən. hə, Oxumaq fərman barəsində oxuyuram. məsələsi. Hə, fərman deyəcəm. Fərman 15-ə baxaq. Buyurun. Baxaq müəllim. C variantı. Ay sağ ol. Bütün həvəskarları kimi? Həvəskar sifətdir, amma burada kimi Bəli. sualına cavab verib sifət isimləş. Qəşəng. Düzdür, bəli. Aha. Sən. Getdik. Bu oldu bizim bu. İndi gəlin saya da keçək. Sifətlə bağlı testdə maksimum düşə biləcəyimiz şeylər, yəni düşə bilən şeylər bunlardır. Başqa burada heç nə yoxdur. Saydan gedək. Say da çox asandır. Say nədir? Əşyanın miqdar və sırasını bildirən nitq hissəsinə say deyilir. Say da sifət kimi özündən sonra nə istəyir? İsim. Say isim aid olur, isimdən əvvəl işlənir. Neçə, nə qədər, neçənci suallarından birinə cavab verir. Sayların çoxu öz sözlərimizdir. Milli və alınmaz sayıca keçəcəm. Ən milli nitq hissələrindən biri də saydır. Sayların çoxu bizim öz sözlərimizdir. İstisna, sayların içində alınmaz saylar var. Hansılar? 0, 80, 80 millidir, 80 alınmadı. Milyon, milyard, trilyon, trilyard alınmadı. 0, 80, milyon, milyard, trilyon, trilyard alınmadı. Yerdə qalan saylar isə millidir. Bir də say düzəldən bütün leksik şəkilçilər isə millidir. Burada yazılıb ki, saylar əsasən başqa nitq hissələrindən əmələ gəlmir. Bu nə deməkdir? Testdə düşür ki, sayın düzəlməsində digər nitq hissələri fəal iştirak edir. Yalandır bu cümlə, səhvdir, elə bir şey yoxdur. Yadda belə saxlayın ki, say egoist nitq hissəsidir. Egoist nədir? Egoist sözün mənası nədir? Ancaq özünü istəyən, heç kimi sevməyən. Yəni say nitq hissəsi kimi ancaq özün istəyir. Sayın digər nitq hissələrindən zəhləsi gedir. Yəni say yalnız sayın özündən söz düzəldir. Bax, birinci. Bir saydı, birinci saydı. Neynədir? Sayın özündən düzəldir. 10-cu. O saydı, 10-cu saydı. 10 saydı, 10-cu saydı. Neyniyir? Saydan say düzəldir. Minlərlə. Min saydı, minlərlə saydı. Neynədir? Sayın özündən say düzəldir. Düzdürmü? Sonra yüzlərlə. 100 saydı, yüzlərlə saydı. Neynədir? Sayın özündən say düzəldir. Yəni say, sayın özündən say düzəldir. Digərlərindən düzəldə bilmir. Bir də nə deyim buradan? Əvvəl, axır,
İstisna düzdür, sayılar var. İstisna bilirsiniz də indi Azərbaycan dilinin gözü bəbəyidir də istisna. İstisna qaydanı pozmur. Əvvəl, axır, son filan sözlərinə ıncı şəkilçisi artırmaqla sıra sayı düzəltmək olur. Əvvəl əvvəlinci, axır axırıncı, son sonuncu, filan filanıncı. Bax, filan nədir? Əvəzləşdi, filancı saydı. Əvəzləşdən neynədir? Say düzəltdi. Son isimdir, sonuncu nədir? Saydı. Belə. Gəldik burada nəyə? Sayın mənası iki növ var. Miqdar, bir də sıra. Say mənasına görə iki yerə bölündü. Miqdar, bir də sıra. Miqdar öz növbəsində bölünür. Müəyyən miqdara bölünür, qeyri-müəyyən miqdara bölünür, bir də kəsr sayılarına bölünür. Sayın mənada iki növ var. Miqdar, sıra. İkisi də bölünür. Müəyyən miqdar, qeyri-müəyyən miqdar, bir də kəsr sayılar. Müəyyən miqdar sayıları əşyanın konkret miqdarını bildirən sayılara deyilir. Neçə, nə qədər suallarına cavab verir. Müəyyən quruluşuna görə iki yerə bölünür. Sadə, bir də mürəkkəb. Sadə nədir? Bir sözdən ibarət olan. 1, 10, 50, 100, 90. Bu sadədir. Mürəkkəb. 2-3 sözün birləşməsi. Məsələn, 25, 329, 1557, 1675. Bu nədir? Mürəkkəbdir. Belə. Gəldik qeyri-müəyyənə. Qeyri-müəyyən təbii ki, əşyanın miqdarını qeyri-müəyyən şəkildə bildirir. Sadə, düzəltmə və mürəkkəb olmaqla üç yerə bölünür. Sadə budur. Az, çox, bir də xeyli. Az, çox, xeyli quruluşuna görə sadədir. Çünki məşnə yoxdur. Düzəltmə qeyri-müəyyən isə larla, larca ilə düzəlir. Onlarla, yüzlərlə, minlərlə, minlərcə, belə. Larla, larca düzəltmə qeyri-müəyyən miqdar sayıları düzəldir. Onlarla, yüzlərlə, minlərlə, minlərcə. Bunlar nədir? Düzəltmə qeyri-müəyyən miqdar sayılarıdır. Bir dənə var, mürəkkəb qeyri-müəyyən. Yəni, məsələn, deyirsən ki, defislə yazılan sayılar var. 5, 6, 7, 8, 9, 10, 3, 4. Belə ola bilər. 3, 4, 5, 6, 7, 8, 9, 10 mürəkkəbdir də. Bir də bir sayının müxtəlif sözlərlə işlənməsindən. Bir sıra, bir çox, bir az, bir neçə, bir qədər. Bir sözünün sayılara qoşulması ilə. Bir sıra, bir çox, bir az, bir neçə, bir də bir qədər. Bu da oldu nə? Bizim qeyri-müəyyən miqdar sayılarımız. Bir də qeyri-müəyyən miqdar sayıları nə qədər sualına cavab verir. Qeyri-müəyyənə neçə sualını vermək olmaz. Gəldik kəsr sayılarına. Kəsr sayıları elə riyaziyyatda bildiyimiz sayılardır. Yəni fərqli işlə yoxdur. Riyaziyyatda nə bilirsə odur. 3-də 5, nə bilim 5-də 1, 10-da 1 və s. Kəsr sayıları quruluşuna görə yalnızca mürəkkəb olur. Çünki iki sayın birləşməsi ilə yaranır. Sürəti də olur, məxrəci də olur. Belə deyək. Sonra belə. Buradan bir dənə qaydaq nəyə? Numerativ sözlərə gedək. Demək, numerativlər iki yerə bölünür. Biri var, əsas vəzifəsi numerativ olanlar. Bir də var, yerinə görə numerativ. Ümumiyyətlə, numerativ söz nədir? Say və ismin arasında olan sözlərə numerativ söz deyilir. Say və ismin arasında işlənən sözlərə. Numerativ. Məsələn, deyirsən ki, 3 dənə qələm. 3 saydır, qələm isimdir. Aradakı dənə nədir? Numerativ sözdür. 5 nəfər adam. 5 saydır, nəfər isimdir. 5 nəfər adamdakı nəfər nədir? Olacaq numerativ söz. Bir vaqon paltar. Bir saydır, vaqon isimdir. Aradakı vaqon nədir? Numerativ sözdür. 2 stəkan su. Stəkan nədir? Numerativ söz. 2 göz otaq. Göz orada nədir? Numerativ sözdür. Belə. Numerativ sözlərlə bağlı nə edeyim? Əsas vəzifəsi numerativ olanlar nədir? Yəni, bu sözlər ancaq numerativ olurdur. Məsələn, nəfər, dənə, dəs, cüt, metr, ton, litr. Bir də var, yerinə görə. Yerinə görə bilirsiniz nədir? Məsələn, vedrə həm isim olur, həm də 2 vedrə su numerativ ola bilir. Göz həm isim olur, bir göz otaq deyəndə olur numerativ. Yerinə görə belə də ola bilir, elə də. Məsələn, deyirsən ki, sürü dağa qalxdı. İsim. Bir də var deyirsən ki, bir sürü heyvan. Oradakı sürü nə olacaq? Numerativ sözdür. Burada nə edeyim? Baş vara, baş sözünü bilirik də.
Baş insana aid işlətmək olmaz. Məsələn, görmüsünüz də, məncə belə danışanları hamımız görmüşük. Deyir ki, mən 5 baş ailə saxlayıram. 5 baş ailə saxlayıram demək yanlışdır. Başı insana aid işlətmək olmaz. Bu tamamilə yanlışdır. Keçəcəyik biz. Bu bilirsiniz nədir? Leksik norma pozuntusu sayılır. 5 baş ailə olmaz. Başı işlədərsən heyvana aid. 5 baş inək saxlayıram, nə bilim 5 baş mal-qaram var, qoyunum var, inəyim var. Bu düzdür. Amma 5 baş ailə saxlayıram yanlışdır. Başı insana aid işlətmək olmaz. Sonra kostyumla dəst sözünü işlətməlisən. Məsələn, bir dəst kostyum. Bu düzgündür. Bir kostyum demək yanlışdır. Sonra ədədlə dənəni yalnız cansız aid işlətməliyik. Canlıya aid işlətsək bu da tamamilə yanlış olan bir şeydir. Sonra burada var nə? Biri var kəmiyyət fərqi yaradan numerativ sözlər. Biri də var kəmiyyət fərqi yaratmayan. Kəmiyyət fərqi yaradan nədir? Məsələn, deyirsən ki, yaratmayan deyək də gəlin birinci. Deyirəm ki, 2 göz otaq. 2 göz otaq elə neçəyə bərabərdir? 2-yə. Düzdürmü? 2 göz otaq elə 2-yə bərabərdir. Demək, orada göz neynədir? Belə deyim də, numerativ söz yaratmadı. 2 göz otaq elə 2-dir. Göz orada neynədir? Kəmiyyət fərqi yaratmadı. Bir də var deyirəm ki, məsələn, 2, nə deyə bilərik? 2 cüt ayaqqabı. 2 cüt ayaqqabı neçə deməkdir? 4. Demək, orada cüt neynədir? Kəmiyyət fərqi yaratdı. Cüt deyəndə neynirsən? 2-yə vursun. Deyirsən ki, məsələn, 2 baş heyvan. 2 baş heyvan elə 2 heyvandır da, düzdürmü? Demək, baş neynədir? Kəmiyyət fərqi yaratmadı. Amma qayıdıb desəm ki, məsələn, bir dəstə adam. Dəstənin içində bir adam yoxdur ki, dəstə orada neynədir? Kəmiyyət fərqi yaratdı. Yəni, qabağındakı sayla sonuncu uyğunluq təşkil eləmirsə, demək ki, yaradı. Bu oldu belə. Keçdik buradan nəyə? Sıra saylarına. Sıra saylarını məncə hamımız bilirik. Əşyanın sırasını bildirən saydır. Sıra sayları şəkilçisi nədir? İnci, inci, uncu, üncü. Sıra sayları quruluşuna görə sadə olunur. Zaten istəsə də sadə olunur. Bu yazığın mayasında şəkilçisi var. İnci, inci, uncu, üncü. Düzdürmü? Sıra sayları quruluşuna görə ya düzəltmə olacaq, ya da mürəkkəb olacaq. Sadə ola bilməyəcək. Məsələn, 1-ci, 5-ci düzəltmədir. 125-ci mürəkkəbdir. 27-ci düzəltmədir. Üzr istəyirəm, 27-ci mürəkkəbdir. Sıra sayı quruluşuna görə sadə ola bilmir. Ya düzəltmə olacaq, 1-ci, 5-ci, 10-cu, ya da mürəkkəb olacaq. 27-ci, 127-ci, 129-cu və s. Belə. Sonra sıra sayları hansı sualına da cavab verə bilər. Məsələn, deyirik ki, 5-ci parta, hansı parta? Sıra sayları neyinir? Hansı sualına da cavab verə bilir. Belə. Bir də bilirsiniz bunu da, Rum rəqəmindən sonra şəkilçi işlədə bilmirik. Niyə? Zaten Rum rəqəmi sıra sayı deməkdir. Düzdürmü? Bir də Rum rəqəmindən sonra niyə şəkilçi işlədirsən ki? 5-ci ciddiyə salın yoxdur ki. Yəni Rum rəqəmindən sonra şəkilçi işlətməyimizin səbəbi də nədir? Budur. Sonra sayların isimləşməsi nədir? Say isimləşəndə isim aid xüsusiyyətləri qəbul edir. Eyni ilə sifətlər kimidir? Heç bir fərqi yoxdur. Yəni say ismin cəm, mənsubiyyət, hal şəkilçilərini qəbul edir. Yenə də nitq hissəsi kimi neyinir? Say olaraq qalır. Sadəcə yəni buna fikir verəcəyik. Məsələn, deyirsən ki, ikincilər bayramı hazırlaşır. Kim ikincilər? İkinci nədir? Sıra sayıdır. Düzdürmü? İsmi cəm şəkilçisini qəbul edir və kim sualına cavab verir. Belə. Amma say isimləşsə də yenə də neyniyir? Təbii ki, say olaraq qalacaq. Belə. İndi gəlin bir dənə bunların da testlərinə baxaq. Getdik. Bir saniyə. Fərmandan gedək. Fərman 18-ə baxaq. Buyur Fərman. Çoxdan ki. Əla. Çünki
Ç ümumiyyətcə bir şey deyim. İlk hissəsi kimi ancaq sifət düzəldir. Ç və daçın olduğu yer sifətdir. Bir dənə ç o şəxs əvəzliyinə qoşulur. Ha. Mənimki, səninki onda isimdir. Qalan bütün hallarda sifət. Qəşəng, düzdür. Bəli. Davam eləyirik. Lamiyədən gedirik. Aha. Lamiyə 22-yə baxaq. Hansılar say deyil. Hı -hı. 3, 6, 3, 5, 6 mənim. 3, 5, bir də 6. Düz. Düzdür, bəli, düzdür. Aysa. Bir dəfəlik zərfdir. Onunla əvəzlikdir. Azacıq da, yox, bir dəqiqə, 6 yox. 3 ilə 5, hə, 6 yox. Çünki 6, uşaqlar, azacıq var ha, qeyri-müəyyən miqdar sayıdır. Və düzəltmədir. Acıq şəkilçisi ilə düzəlt. Məsələn, azacıq aşım, ağrımaz başım. Bəli. 3 ilə 5-in yanına bir dənə qoyaq burada. Onda variantları dəyişdirək. 1, 3, 4, 5 eləyək onu. C variantı. 7-lik sifətdir, bir dəfəlik zərfdir, birgə zərfdir, onunla da əvəzlikdir. 7-ci sıra saydı, azacıqda ki, qeyri-müəyyən miqdar saydı. 2 ilə 6-nı çıxırsan, cavab belə çıxır. Davam eləyirik. Sayat. Bircə saniyə. Sayat 37-yə baxaq. D variantı. D variantı yox. Say işlənməmiş cümlə. A variantı. 1 qüvvətləndiricə Ay daşdır. sağ ol. Hə, Bir hə, mən hə. bilirəm. Yalnız mən bilirəm. Arxadan Düzdür. başladım ona görə. Düzdür. Bax, Mən bir bir də həms- bayaqki testdə şeydi, onunla var idi. O O qoşma şərt. deyil ki, onun ilə. Düzdür. O Qoşma. əvəzlikdir. Un yiyəlik aldın, la da qoşmadı. Aha, Yəni çox əvəzlik plus qoşmadı. Amma nitq hissəsi kimi əvəzlik götürürük. Onsuz qoşma sözlərə bitişik yazılır. Yəni Yaxşı. ayrıca deyildi o bitişik. Əzzədən gedirik. Mən bir saniyə. Bax, bu qəbula düşmüşdü. Əzzə, sayı morfoloji xüsusiyyətlərində birinci testə baxaq. Aha. Hı -hı. Bu qəribə hadisədən artıq xeyli keçmişdi. Hı -hı. Əsas nitq hissələrindən hansıca bir-bir deyək. Məsələn, bu nədir? İşlənməmişdir. Nitq hissəsinə görə nədir? Hansı qəribə bu? Bu əvəzlikdir. Buradan başlayar. Değil mi? Hə. Aha. Qəribə hansı nitq hissəsidir? Qəribə hadisə, qəribə sifətdir, Sifətdir. Aysə, düz. hadisə isimdir. İsimdir. Xeyli keçmişdir. Xeyli nədir? Xeyli feilin yanında olanda zərf olur. Zərfdir. Keçmişdir nədir? Xəbər. Feildir. Hə, feildən. Və hansı nitq hissəsi yoxdur burada? Əvəzlik. Əvəzlik idi. yoxdur. Yox, əvəzlik var. Bu var. Say yoxdur. Sayı. Say yoxdur. Bax, say yoxdur. Demək, bu əvəzlikdir. D var. Qəribə sifət var. Hadisə isim var. Xeyli zərf var. Keçmək feil var. Var yoxdur burada nə? Əvəzlik. O deyilir D variantı. Rəana 2-yə baxaq. Bəli, mən Hə, 2. Hansı cümlədə numerativ söz yoxdur? C bəndində. C-də. Ayçal, 2 dənə qardaşı var demək təbii ki, yanlışdır. Yanlış. Dedik ki, dənəni canlı yerdə işlətmək yanlışdır. Yəni, düzgün bir şey deyil. Düzdür bəli. Aha. Davam eləyirik. Bir saniyə. Raf, 18-ci testə baxaq. Buyurun. Hansı cümlədə say işlənmişdir? Hı-hı. Bir qədər sustu, sonra ayağa qalxdı. Xeyr. O neçə kitab üstü. Deyib.
Azdır. D variantı mənim barədə Ay məlumatım sağ ol. azdır. Məlumatım azdır. Azdır nədir? Bəli. Qeyri-müəyyən miqdar sayıdır. Sayıdır, düzdür, bəli. Fərman 19-a baxaq. On doqquz. Hansı cümlədə say var? Müəllim, o cavab hissəsinə yazanda mənim diqqətimi dağılır, biraz da bildiyim də şey. Hə, uşaqlar cavab hissəsinə hə yazmayın. Çünki tələbə onu oxuyur, sonra baxır ora fikri dağılır. O bir-bir danışdı zərf olur yəqin ki. Ay Yoxsa sağ ol. Qəşəng. Bir-bir gedək. Və sən neçə əsgər müşahidə etdin? Buradakı neçə hansının hissəsidir? sual əvəzliydi. Ay sağ ol. Yəni əvəzlikdir, düz. C-dəki 10-uncular O isimləşmiş say olur, yoxsa nə cür yenə də olur elə düzdür, olanda? düz. İsimləşmiş sayılsa da yenə nitq səs kimi nə sayılır? Belə Say say olur, sayılır. aha. Say, bəli. Bircə bu iş görülməyib. Yalnız bu iş. Hə, Buradakı bircə bilsiz nədir? Ədatdır. Yalnız ədat bu olur. iş görülməyib mənasında. Y-dəki birincisi də ki, modal sözdür. Bəli, düz. Aha, oldu. Aha. Burada bircəsi. Lamiyə 14-ə baxaq. Aslında sen yazmışsın. Yol verilmemiştir. Səhifə biraz yol verilməmişdir. Şeyde müəllimim. Yox, orada səhvə yol verilib. 80 yox, 80 olmalıydı. Deyir ki, səhv olmasın. Müəllimə ses şeyini deyirəm, şeydə. Hə də yaşı çoxdan 80-i keçmişdi. Onu Hə, deyirsən. hə, onu O səhvdir də görməmişdim. 80 olmalıydı. Onda A variantı, o birislərdə o Ay səhvlər sağ ol. A'da da 60 sözünü T'dan sonra I olunur. Bax A'da 60 sözü səhvdir. B'də yüzlərcə yox, yüzlərcə. yüzlərlə. D'də D düzdür. 88-ci ildə azadlıq hərəkatı gücləndi. D düzdür. Y'də də 1943-cü ildə ün olmamalıydı. Ç olmalıydı sadəcə. Ona görə cavab nədir? Düzgün cavab D-dir. Bax, A-da T-dan sonra I olmamalıydı. B-də yüzlərlə olmalıydı. C-də 80-i yox, 80 olmalıydı. Y-də isə ün olmamalıydı. C olmalıydı sadəcə o səhvdir. Belə. Belə, uşaqlar, say bu qədər. Buna bağlayıram. Say, bir dəqiqə, niyə bağlayıram ki mən? Getdik ismə. İsmin axır dəfə nəyi vermişdik? Hallanmasını vermişdik. Bir də iki hecalı isimlərdə ikinci sahibinin düşməsi idi. Düzdürmü? Onun səhifəsi neçə idi? Bu bir dənə səhifəyə baxalım. Bir saniyə gözləyin. Görüm onun səhifəsi neçə idi? Burada yazmışım. Yazmışsınız mı? Eləmişsiniz testləri. Bəli, müəllimə eləmişik. Tamam, afət. Oldu. Yəni, səhviniz yoxdursa, kimin səhvi yoxdursa, yəni testlərə baxmaq istəmirsə çıxa bilər, bəli. Aha. Getdik. İsimlərin hallanmasına kimin nə səhvi varsa deyin. Müəllimə, mən hələ ki ümumiyyətcə testlərə baxa bilməmişəm. Yəni dərsi də hələ demək olar ki, bu gün oxumuşam isimləri falan. Hı. Məndə testlər var. İnşallah növbət dəfələrdə Tamam. yazacağam bunları, yazıb Eləyin baxacağam. uşaqlar, testləri, bax yenə deyirəm, gedirsəz belə eləyin, sonradan səhvlərinizi mütləq soruşun, öyrənin. Səhvləri üst-üstə yığmayın. Eləyin. Geri qala bilərsiniz dərsdən, o normal bir şeydir. Yəni hər təzə başlamışıq da demək olar. Amma səhvləri üst-üstə yığmayın. Çalışın dərslərdə iştirak edin. İştirak eləməsəz belə videolara baxın mütləq. Evdə tapşırıqlar eləməsəz belə, bax zaten mən belə deyim də, mən
İlk başında sizə demişdim ki, başa düşürəm ki, çoxunuz işləyirsiniz, çatdıra bilmirsiniz. Bir dəfə olur, bir dəfə olmur. Amma bəs mən dərsdə test işlətməyimin səbəbi nədir? Yəni testlərdən xəbər, əsas testləri işlədirəm ki, mən sizə baza testləri, yəni ora düşən, ora düşmüş suallarla oxuran testləri işlədirəm. Ya dərsdə iştirak edin, ya da heç olmasa videolara baxın. Anladım. Tamam Rauf. Onu inşallah siz gələn dəfədən qoşularsınız bir də. İndi ismin hallanmasına kimin nə səhvi varsa deyin. Səhv başa düşmədiyiniz nə isə varsa deyin, getir. Yoxdur heç kimdə deyilsin. Yoxdur. Bəs isimlərin yazılış və tələffüzündə varmı kimdəsə nəsə başa düşmədiyiniz, aydın olmayan sizə? O səhifə 100-də olanda müəllim 30 var idi məndə. Səhifə 100-də. Baxaq. Bu konkret və mücərrədi deyirsən. İsmi quruluşda növlərini yoxsa səhifə 100 tərəfdə. Hə, quruluş növlərində 30. 30-da var. Baxaq. 30-a baxaq. Bunu keçən dəfə elə sən sual vermişdin. Bax, buna baxdıq. Burada sən birdə çaşmışdın. Yaşıdları sözündə çaşmışdın. Düzdürmü? Dedim ki, yaşıdları sözünü mən götürmüşdüm. İgidliyi sözündə. İgidliyi sözü orada şey deyil, təsirli yal deyil. Onun igidliyi, bu mənsubiyyətdir. Onun yaşıdları, bu mənsubiyyətdir. Bu hissədə çaşmışdı. Bax, burada cavab 3-dür. Bağlamanı düzəltmədir, həm də təsirli haldadır. Qız adlı haldadır, həm də sadədir 3. 4-də tanışı düzəltmədir, həm də təsirli haldadır. Tanımaqdan tanış 3, 4. İnsanlar adlı haldadır, sadədir 3, 4. Bir də 5. Mühəndislər adlı haldadır, sadədir. Qazıntını təsirli haldadır, düzəltmədir. Orada işçiləri sözünü götürə bilərik ya, hətta. İş, işçi, düzəltmə, həm də təsirli haldadır. 3, 4, 5 eləyəcək orada cavab. Bildin Əzizə? Bildim. Tamam. Belə başa düşürəm ki, hallanmadan və iki hecalı isimlərdən oradan bir səhviniz yoxdur. Tamam. Bağlayıram. Ondan sabah uşaqlar, mən qrupa, siz necə, mən belə başa düşürəm ki, sabah indi eləyəcəm, görüm necə effekt verir. Dərs başlamamışdan əvvəl qrupa 15 dənəlik test göndərəcəm. Sifət və sayla bağlı. 15 dənəlik testi işləyin, 10 dəqiqə vaxt qoyacağam. Ondan sonra dərsi başladacağam. Çünki mən belə başa düşürəm ki, dimdəki testləri bəziləriniz baxırsınız, bəziləriniz baxmırsınız, çoxunuz eləyirsiniz, eləmirsiniz. Mən də bilmirəm də orada siz nə eləmisiniz, nə eləməmisiniz. Amma 15 dənə testdə olsa bütün nəticələr məndə gəlir. Mən orada görəcəm. Sifətlə saya aidsə, bax qəbula düşmüş suallardır, baza suallardır, əsas suallardır. Dərs başlamamış qrupa göndərəcəm, 10 dəqiqə vaxt qoyacağam. 10 dəqiqə, 12 dəqiqə, 13 dəqiqə, indi testin çətinliyinə görə seçəcəm onu. Ondan sonra dərsi başladacağam. Dimdəki testləri işləməyə vaxtınız çatmırsa, heç olmasa bilim ki, oradakı testləri işləmirsiniz. Sualları da elə yığmışam ki, bütün sualları mövzunu əhatə edəcəm. Oldu. Sağollaşıram. Tapşırıqları qrupa göndərəcəm, qrupa da. Oradan baxarsınız. Sağ ol. Sağ olun, Allah'a emanet. Sağ olun. Sağ olun.